Salam, hər vaxtınız xeyir olsun. Dövlət qulluğu imtahanlarına hər dəfə düşən sual tipinin izahı ilə qarşınızdayıq. Baxırıq sualımıza. Sualımız analoji sıranın tapılması mövzusuna aiddir, yəni 4-cü sətrin. Bizə 2 sıra verilib, biz bu 2 sıra arasında məntiqi qanuna uyğunluğu tapırıq. 3 və 4 arasında da eyni qanuna uyğunluğu tətbiq edirik və bunun analoqunu almağa çalışırıq. Məsələ nədir burada? Çox sadədir əslində. Tələbələr öyrəşiblər bu suallara sətir kimi baxarlar, amma bəzən hərdən olur ki, bu suallarda elə yanaşma sütun üzrə olur. Məsələn, elə bu sualda olduğu kimi 4 və 6-dan 52 alınıb, 4 və 6-nın kvadratlar cəmi 52-dir. 5 ilə 2-dən 29 alınıb, yəni 52-nin qarşısında aşağısına 29 edir. Bu deməkdir ki, 5-in kvadratı 25, üstə gələ 2-nin kvadratı 4, bu edir 29. 3 ilə 4-ün kvadratlar cəmi edir 25, 7 ilə 2-nin kvadratlar cəmi 53, 3 ilə 3-ün kvadratlar cəmisi edir 18. İndi bu qaydanı tətbiq eləsəm əyərləri 3-cü sətrə 2, 4-cü sətrə alım. 3-ün kvadratı 9-dur, 5-in kvadratı isə 25-dir. 9 ilə 25-i toplasam edər 34. Deməli, birinci ədədim olacaq 34. Elə buna görə cavabın Y olduğu açıq-aşkar görsənir. Amma hər ehtimal gəlin hamısına baxaq. 4 ilə 0-ın kvadratlar cəmi edər 16, 1 ilə 8-in kvadratlar cəmi edər 65, 8 ilə 3-ün kvadratlar cəmi edər 73, yəni 64 üstə gələk 9, bir də 7 ilə 5-in kvadratlar cəmi 49 üstə gələk 25, bu da eləcək 74. Diqqətinizə görə sağ olun.